Salam hörmətli tamaşaçılar. Hər birinizi müstəqil Azərbaycanın yeganə müstəqil televiziyası olan OTV-də xoş gördük. Bu dəfə OTV-nin xüsusi gündəmində Bakı-Tiflis qatarlarının qiymətindən danışacağıq. Artıq 6 illik həsrət bitdi. Bakıdan Tiflis istiqamətinə gedən qatarlar açıldı. Pandemiya düyünü Gürcüstan istiqamətində demək olar ki, sona yetdi. Ancaq qiymətlər, burada bir əmma var. Qiymətlər olduqca bahadır. Əvvəlcə gəlin qiymətlərlə sizi tanış edeyim. Bakıdan Tiflis istiqamətinə gedən qatarın qiyməti nə az, nə azacıq. Düz 81 manatdır. Yevlaxdan Tiflisə getmək istəyirsinizsə, təxminən 67 manatınızdan keçməli olacaqsınız. Gəncədən isə qatarların qiyməti 62 manatdır. Ağstafadan 58 manat və yaxud da 57 manat və böyük kəsikdən Qardabaniyaya getmək üçün 51 manatınızdan keçməli olacaqsınız. Kür çayının bu tərəfi böyük kəsikdir, o biri tərəfi Qardabanidir. Kürü hoppanası olsan, Qardabanidəsən. 51 manatı sən nəyə istəyirsən? Taksi ilə getsən, heç bu qədər yazmaz. Sənin qatarların ağ neftləmi, premium benzinlənmi işləyir? Heç onlar da bu qədər yazmaz bu qısa məsafəli yolu. Və digər məsələ ondan ibarətdir ki, sosial şəbəkələrin Azərbaycan segmentində də qatarların, Bakıdan Tiflisə gedən qatarların qiyməti kəskin şəkildə qınanıldı, baha olduğu deyildi və mən də həmin şəxslərlə razıyam. Yəqin siz də razılaşarsınız ki, qiymətlər çox bahadır. Qiymətlərin baha olmasının səbəbi görünür başqa nüanslarla bağlıdır. Gəlin biraz əvvələ qaydaq. Gürcüstan tərəfi qeyd elədi ki, Bakıdan Tiflisə gedən qatarlar qarşılıqlı razılaşma əsasında, yəni Gürcü hökumətinin Azərbaycanlı həmkarları ilə razılaşmasından sonra may ayının 26-sında açılacaq. Yəni Gürcüstanın müstəqillik günü. Bu mayın 28-də, 2 gün sonra da açıla bilərdi. Yəni 6 il onsuz da dözmüşdük, 2 gün də dözə bilərdik. 28 mayda açıla bilərdi. Ancaq yox, görünür burada dominant tərəf Gürcüstan tərəfi olub. Və yaxud da bizim bilmədiyimiz başqa səbəblər var. Gürcüstana gedən qatarlar Azərbaycan vətəndaşlarını aparacaqsa qiymətlər niyə bu qədər bahadır? Görünür, yenə də başqa səbəblər var. 1. Bu, Gürcüstandan Azərbaycana, Azərbaycandan Gürcüstana hər 3 aydan bir, 90 gündən bir keçmək istəyən vətəndaşlar üçün nəzərdə tutulub. İkincisi, Gürcüstandan Azərbaycana turist axınını artırmaq üçün. Əvvəl onu deyim ki, birincidirsə, yəni oradakı soydaşlarımızın gediş-gəlişini, yəni Gürcüstandan Azərbaycana, Azərbaycandan Gürcüstana tez-tez gedib gələn, orada-burada iş quran vətəndaşlarımız üçünsə yenə də qiymətlər bahadır. Yox, əgər Azərbaycan hökuməti istəyirsə ki, bu addımla Gürcülərin Azərbaycana turist kimi axınını təşkil eləsin, valla Gürcülər ərəblər deyil. Onlar qəpiyə güllə, manata şillə atırlar. Yəni vəziyyət Gürcülər üçün iqtisadi baxımdan çox bərbaddır və həmən pula təxminən 81 manata. Gürcülər gedib Trabzonda Uzungöldə bir səhər qəhvaltısı eləyib geriyə Tiflisə qayıda bilərlər. 81 manata Gürcüstan Bakı qatar bileti olmur. Qardabanidən cəmaat dəlidir, 51 manat versin və yaxud da ki, böyük kəsikdən Gürcüstana geçsin. Nə yeyirsiniz, nə içirsiniz, bu nə qiymətlərdir? Yəni, açığı deyim, fikrimi bilmək istəyirsinizsə, əgər bu cür açılacaqsa 6 ildən sonra Bakı Tiflis qatarı heç açılmasa ondan yaxşı idi. Cəmaatda bu pul hardadır? Bu qədər pulla sən nə etmək istəyirsən? Vətəndaşlarını ölkədə mi saxlamaq istəyirsən? Gürcüstana birdən axın mı olar? Azərbaycanlıların sayı daha çox mu olar? Azal qiymətlər nədir? Yəni, Azərbaycan dəmir yollarının qoyduğu qiymətlər. Azal heç bu qədər qiymət qoymur bəlkə də. Təbii ki, obrazlı deyirəm, Azalın da qiymətləri cib yandırır. Yəni, bu yolla nə etmək istəyirsiniz siz? Və yenə də əhalinin narazılığına səbəb oldu. Əhalini özünüzdən narazı salmaqla nə demək istəyirsiniz? 81 manata bilet olmaz ki, Gəncədən 2018-2019-cu illərdə mən Gürcüstana maksimum 12-15 manata gedirdim yəni. Sən indi hansı xidmətləri təklif edirsən ki? Bir dənə kruasan verirsən, o da verəcəksənsə. Yemək vermirsən, içmək vermirsən, sənin qatarların
təyyarə nefti ilə işləmir və yaxud da ki premium benzinlə işləmir. Sən nəyin qiymətini alırsan? Yox, əgər sən Azərbaycandan kütləvi Gürcüstana axının qarşısını almaq istəyirsənsə, ölkəndə vəziyyəti yaxşılaşdır, heç Azərbaycanlılar da Gürcüstana getməsin. Sənin ölkəndə qiymətlər bahadır, Bravoda, Obada, nə bilim, Araz marketdə və sərhəd yanı zonada yaşayan insanlar da məcbur qalıb gedib nisbətən ucuz olan Gürcüstandan öz alverlərini eləyirlər də. Bunu hər kəs bilir də, Azərbaycanda qiymətlər çox bahadır. Və yox, əgər sən Gürcülərin Azərbaycana axınını bununla təşkil etməyi düşünürsənsə, yanılırsan. 3-5 Gürcü varlı imkanlı şəxs gələr, gəlməz. Gəlməz yəni. Mən ümid edirəm ki, Azərbaycan dəmir yolları bu məsələni ciddi nəzarətə götürəcək və yenidən qiymətlərə baxacaq. Yox, baxmasa, vallahi o qatarlar təzədən bağlanacaq. Çünki bəlkə də o 6 illik həsrətə görə bir müddət, 1 ay, 2 ay, yer də tapılmasın, hər kəs minsin, getsin. Amma bir müddətdən sonra o qatarlar boş gedəcək və sərf eləməyəndə də bağlanacaq. Bəlkə də elə niyyətləri budur, bilmirəm. Ancaq bu soyğunçuluqdur. Rəsmi soyğunçuluqdur bunun adı. Gəncədən 62 manata insanlar dəlim olar, yəni gedərlər. Onlar yəni məcbur şəkildə iş adamı olarsan və yaxud da başqa bir, tutalım, Gürcüstanda təyyarə biletləri ucuz olar. 62 manatını verib qatarla Tiflisdən hansısa ölkəyə uça bilərsən, azalda da çünki qiymətlər bahadır. Bu baş verə bilər. Amma bu cür insanların sayı nə qədər olacaq? Və dövlət bu məsələdə vətəndaşların kütləvi narazılığını nəzərə almalıdır. Oradakı Gürcüstan vətəndaşı olan soydaşlarımız üçün bu dəmir yolunu, bu xətti açmışsınızsa, o da bizim soydaşımızdır. Onların da cibinə girmək olmaz. Hər nə qədər Gürcüstan vətəndaşı olsa da, biz onların rifahı üçün də çalışmalıyıq. Çünki canı bir, qanı bir qardaş bacılarımızdır. Və qiymətlər həqiqətən bahadır deyə mən bu videonu çəkmək məcburiyyətində qaldım. Yevlaxdan da bahadır, 67 manat. Məni ən çox güldürən və bu ironik gülüş idi. Böyük kəsikdən Qardabanya neçə kilometrdir? Yenə də deyirəm, Kürd çayını hoppansan Qardabanya desən. 51 manat sən nəyə alırsan o bileti? Bu cür baş kəsənlik olmaz axı. Bu cür ağır qiymətlər olmaz axı. Bəlkə deyəsiniz ki, bu qiymətlərdə tarif şurası müəyyən eləyib. Nə bilim, yəni bir orada üzüldüm ki, niyə 26 mayda ilk qatar reysi açılır, niyə 28 mayda açılmır? Niyə Gürcüstanın müstəqillik günü açılır, Azərbaycan müstəqillik günü yox? İkincisi, orada üzüldüm ki, qiymətlər çox bahadır. Açığı, Gürcüstana gedən, yəni Bakıdan Tiflisə gedən qatarların açılma xəbərini eşidəndə bir o qədər sevinmədim. Dedim, burada nəsə bir tərslik var. Ya müəyyən imtiyazlı şəxslər üçün olacaq, hətta mən qorxdum ki, ancaq diplomatik korpusun nümayəndələri və yaxud da 3-cü ölkənin vətəndaşları üçün olsun. Yox, o baş vermədi, biz də gedə bilərik. Ancaq bu qiymətə hər kəs gedə biləcəyini bilmirəm. Yaxşı, tutaq ki, fəhləd Azərbaycanda iş tapa bilmir, getmək istəyir, Gürcüstanda bir fəhlə kimi işləsin. Bunun 62 manat olsa elə ailəsinə çörək alar da, Gəncədən getmək istəyən, Bakıdan getmək istəyən 81 manat verməlidir. Yəni, bu cür qiymətləri təyin eləyəndə Azərbaycan dəmir yolları kimlərlə məsləhətləşib? Çox güman ki, hökumətə məlumat verilib. Hökumət hansı fikirlə belə bir qərara hədiyib? Çox maraqlıdır. Hörmətli tamaşaçılar, siz də məsələ ilə bağlı öz fikirlərinizi şərh bölməsində yazın. Razısınızmı bu qiymətlərdən? Narazısınızmı? Şərh bölməsində bildirin. Sağ olun, salamat qalın. Videolarımızı bəyənməyi, paylaşmağı və kanalımıza abunə olmağı ən əsası budur, mötərizdə deyirəm. Unutmayın. Sağ olun, salamat qalın.